Mən Hüseynzadə Hüseyn, tibb üzrə fəlsəfə doktoru, ağız və üst çənə cərrahı və bugün mənim yanımda mütəxəssis mama ginekoloq Naza Qurbanova. Tibbin bir çox sahələri var və müxtəlif ixtisaslar üzrə həkimlər var, amma həmişə həkimlər öz arasında diskussiyalar aparır. Stomatoloqları və stomatoloqlara müraciət edən xanımları ən çox maraqlandıran məqamlar da hamiləlik dövründə ağız boşluğu və dişlərin sağlamlığıdır. Bu baxımdan da mən düşündüm ki, bu suallara ən yaxşı və düzgün cavab mütəxəssisdən ala bilərik. Ona görə Nazlı xanım, sizi salamlayıram. Sağ olun. Uzun illərdir sizi tanıyırıq, bir yerdə əməkdaşlıq da eləmişik. Ona görə düşündüm ki, ən doğru seçim siz olarsınız. Təşəkkür edirəm. Qadın ümumiyyətlə orqanizmi müxtəlif yaş dövrlərində müxtəlif fizioloji dəyişikliklərə məruz qalır. Amma düşünürəm ki, ən böyük dəyişiklik məhz hamiləlik dövründə olur. Hamiləlik dövründə digər orqanlarında olduğu dəyişikliklər kimi də ağız boşluğunda və dişlərdə də problemlər yaranır. Məhz bizə bu dövrdə qadınlar çox müraciət edir. Əfsuslar olsun ki, diş əti qanamaları, dişlərdə olan infeksiyalar, iltihaplar və s. Bunun təbii ki, səbəbləri var ki, hamiləlikdən öncə planlamanı düzgün aparmayıblar, həkimə müraciət etməyiblər. Amma faktiki olaraq bizə artıq problemlə müraciət edirlər. Ümumiyyətlə, hamiləlik dönəmində ağız boşluğunda yaranan problemlərin sayının artmasının əsas səbəbi nə ola bilər? Təşəkkür edirəm doktor dəvətiniz üçün. Əslində bu çox aktual mövzudur. Çünki hamiləlik, ağız boşluğunun sağlamlığı, yəni bu kölgədə qalan, amma ana və dölün sağlamlığında, onların vəziyyətində ciddi fəsad ortaya qoyacaq bir mövzudur. Bu baxımından mənim fikrimcə bu çox aktual bir mövzudur. Həm bu mövzu haqqında bilgilər çox azdır, hamilərimizdə çox azdır. Ümumiyyətcə, hamiləlik zamanı hormonal sistem bildiyimiz kimi dəyişir. Əsas hormon olan estrogen və progesteronun səviyyəsi xüsusilə hamiləliyin müəyyən aylarında artmağa başlayır və bu zaman ağız boşluğunda, diş ətlərində damarlanma artır. Bu da iltihablaşmaya, qanamalara səbəb ola bilir. Bu baxımından bu iltihablaşma, qanamalar isə özlüyündə həm ananın, həm dölün sağlamlığına ciddi təsir edə bilir. Az öncə bildirdiyim kimi, hamiləlikdən öncə müayinə, digər müayinələr kimi ağız boşluğu müayinəsində etmədiklərinə görə hamiləliyin son trimestrlərində çox böyük fəsadlar olur. Mənim öz şəxsi təcrübəmdə olub. Məsələn, ağıl dişlərinin kəskin ağrıları, dişlərdə dərin karieslər, periodontit, iltihablı proseslər, abses, hətta flegmonaya qədər gəlib çıxa bilər. Bu nəinki ananın öz sağlamlığına, hətta dölə də çox pis mənfi təsirləri var. Bu baxımdan da məsələn, bizə xəstələr müraciət edir ikinci trimestrin sonu, üçüncü trimestrdə və bizə bildirirlər ki, bizdə bətin daxili təzyiq var, çox ağır keçirəm hamiləliyi və biz məcbur onları keyiricilər vurmalıyıq. Keyiricilərin də tərkibində bildiyiniz kimi adrenalin var, keyinmənin effektivliyini artırmaq üçün. Və bu məqamda suallar yaranır. Bildirir ki, ginekoloqunuzla əlaqə saxlayın, ondan bir soruşun ki, sizə keyirici vurmaq olar ya yox. Siz necə düşünürsünüz? Hamiləlik dönəmində və yaxud da kritik vəziyyətlərdə diş keyicilərindən istifadə etmək ana üçün və döl üçün nə qədər təhlükəlidir? Ümumiyyətcə, öncədən nəyə qeyd etmək istəyərdim? Necə ki, bir hamilə qadın hamiləliyə hazırlaşarkən, hamiləlikdən öncə biz müəyyən orqanları, məsələn, uşaqlıq boynunun skrininqini aparırıq, süd vəzinin müayinəsini aparırıq, çünki mişin orqanlarda kiçik belə xoşxassəli bir dəyişikliklər belə hamiləliyin sonuna doğru daha ciddi fəsadlaşa bilər. Eləcə də biz daha doğru olar ki, hamiləlikdən öncə ailə planlanmasına gəldikləri zaman xanımları biz yönləndirək stomatoloqa ki, bir ağız boşluğunun müayinəsi olunsun. Hər hansı bir kariesli diş varsa və yaxud da ki, çəkilməsi lazım olan bir diş varsa, hansı ki biz burada gözləyirik ki, bir infeksiyalaşma, iltihablaşma ola bilər. Hamiləlik zamanı, yəni bu problemləri yaşamamaq üçün
öncədən bir stomatoloqa bizim yönləndirməmiz lazımdır hamilələri. Ancaq hamiləlik zamanı belə bir durum, yəni təcili durum yaranarsa, başqa bizim alternativ müalicə üsulumuz yoxdursa, bura bir müdaxilə etməmiz lazımdırsa, məsəl üçün infeksiyalaşma riski var və yaxud da ki, ola bilər ki, diş sınıb, bunun başqa bir çarəsi yoxdur, çəkmək lazımdır və yaxud ola bilər ki, diş kökündə zədələnmə var. Təbii ki, bu hallarda müdaxilə etməyə ehtiyac var. Belə halda biz məsləhət görürük, ümumi deyil də yerli anesteziyadan istifadə olunsun və yerli anesteziya zamanı seçiləcək dərman preparatlarının içərisində ya adrenalin olmasın, ya çox minimal dozda olsun. Məsəl üçün, 1-in 100 minə və yaxud da ki, 1-in 200 minə nisbətində olan, yəni çox kiçik adrenalin olan dərman preparatları seçilsin və əgər ehtiyac varsa, bunun müalicəsi mütləqdir. Çünki müalicə olunmayan diş, ağız boşluğunda yaranan bu infeksiyalar döl üçün də ciddi təhlükədir. Məsələn, bayaq da qeyd etdik ki, hormonal dəyişiklik baş verir, diş dibi ətlərdə bir kövrəkləşmə, bir iltihablaşmaya meyillik olur. Yəni, hər hansı bir infeksiya da varsa ağız boşluğunda, bu çürümüş dişdən qaynaqlanaraq və yaxud da ki, digər səbəbdən nə baş verir? Yəni, necə mənfi təsiri olur? Həmin bu iltihabi proseslər qana keçərək, biraz sadə dildə danışmaq istəyirəm ki, hamilə xanımlarımız da bunu yəni anlaya bilsinlər, başa düşə bilsinlər. Bu zaman nə baş verir? Həmin bu iltihab qana keçərək sistematik bir forma yaranır və yəni uşağa gedib çatır. Bu sitokin və prostaglandin deyilən bir maddə var. Hansı ki, uşaqlığın saya əzələsini yığır. Məsəl üçün, doğuş zamanı xanımlar artıq sancı başlayırsa, məndə bir doğum əlaməti var deyib, necə ki, həkimə müraciət eləyirlər. Həmin bu diş ağız boşluğunda olan bu infeksiya, bu iltihablaşma da qanla ümumi yayılaraq həmin bu doğuş sancılarını yaradan prostaglandin dediyimiz maddənin miqdarını artırır ki, bu da nəticədə erkən doğumlara səbəb ola bilir və az çəkili uşaqların doğulmasına səbəb ola bilir. Deməli, vaxtında diş müalicəsi olmadıqda daha böyük fəsadlar verə bilər. Bəs hansı hallarda hamilə qadına keyrici vurmaq olmaz? Yəni, elə bir ağır bir gedişat varmı ki, həmin dönəmdə qətiyyən keyrici və yaxud da qətiyyən adrenalin olmaz? Baxın, bayaq da qeyd etdim. Əgər döl və ananın həyatı üçün, xüsusilə burada ananı götürək ilk öncə, yəni biz müalicəsi mütləq olunan bir vəziyyət varsa, yəni hamiləlik müddətindən asılı olmayaraq, mütləq olaraq yəni bura müdaxilə olunmalıdır. Məsəl üçün, bir xanım ağrıyaraq, yəni ki, uzun müddət yaşaya bilməz. Bu ağrının özü belə, yəni ağız boşluğunda olan infeksiya, iltihablaşma bir kənara. Amma bu ağrını insan, yəni nəinki saatla, dəqiqə ilə yaşaya bilmir. Xüsusilə biz bunu bir günlərlə uzun bir dövrə buraxa bilmərik. Yəni mütləq olaraq ki, burada müalicə getməlidir. Və qeyd etdiyimiz kimi, tərkibində adrenalin olmayan və qeyd etdiyimiz nisbətdə az adrenalin olan yerli keyləşdiricilərdən istifadə edə bilər. Yəni burada bir qadağa yoxdur. Bundan qorxmaq lazım deyil. Elə xanımlarımızın stomatoloqa, diş həkiminə getməmə səbəbi də budur ki, onlar bunun təhlükəli olduğunu düşünürlər. Amma bilmələri daha önəmlidir ki, əslində ən təhlükəli olan ağız boşluğunda bir infeksiyanı daşımanızdır. Onda bunu xüsusi qeyd eləyək ki, hamiləlik dönəmində hamiləliyin gedişatından asılı olmayaraq bütün dönəmlərdə əgər təcili göstəriş varsa, biz həmin dişə müdaxilə etməliyik. Hətta doktor, bir çox ölkələrdə, məsəl üçün əvvəllər mənim də 1-5 il ərzində xarici bir ölkədə işləmişəm, orada da bizdə mütləq idi. Yəni, heç bir şikayəti olmasa da, bir dəfə stomatoloqun konsultasiyası bizim hamiləliyə apardığımız həmin kitabçanın içərisində mütləq olmalı idi. Çox gözəldir. Məncə, o evlilik zamanı sağlamlıq arayışı alırlar. Mən düşünürəm ki, hamiləlik qeyd olunan klinikada və yaxud da poliklinikada mütləq stomatoloqun baxışı da həmin protokolda olsa yaxşı olar. Və doktorun dediyinə əlavə olaraq deyim ki, Azərbaycanda mepifakain, yəni adrenalinsiz keyrici var, satışda var, yəni stomatoloqlar istifadə edir və artikain var ki, onun da tərkibində adrenalin çox azdır. Yenə də mən tövsiyəm olar ki, hamilənin gedişatını qinikoloqu daha yaxşı bilir, onun həkimi və onunla əlaqə saxladıqdan sonra daha rahat müdaxilə etmək olar. Mən indi nəyi də xatırladım. Keçən il 2024-cü ildə olmuşdur. Rusiyada bir ana ölümü olmuşdu. Onun araşdırmalarında son ekspert rəyi
diş infeksiyası olmuşdu. Yəni onun ağırlaşması fonunda, yəni son qərar o olmuşdu. O baxımından bizim məqsədimiz təbii ki, xanımları qorxutmaq deyil, sadəcə olaraq maarifləndirməkdir. Mən düşünürəm ki, ümumiyyətlə insanlarımız hamiləlikdə stomatoloji prosedurlar, stomatoloji xəstəliklər çox da ciddiyə almırlar, amma növbəti gedişatda daha ağır fəsadlar baş verir. Ona görə izləmək lazım. Məsələn, mən bir stomatoloq kimi ən çox mənim rastlaşdığım epilislərdir. Diş ətlərinin şişərək uzanması, hətta sallanır aşağı çənəyə qədər gəlir. Epilislər müxtəlif dönəmlərdə olur. Ağıl dişlərinin kəskin iltihabı, abses fleqmanla vurğuladığım kimi. Ona görə mütləq qorxmadan, amma tez bir zamanda stomatoloqa müraciət etmək lazımdır. Baxın, indi mən bir məqama da toxunmaq istəyirəm. Bizim dişimiz ağrıyırsa, burada bir problem var, həkimə gedək və yaxud da ki, bir karies var, diş sındı. Bu, yəni gördüyümüz, vizual hiss etdiyimiz klinik bir əlamətlərdir, doğrumu? Bəli. Amma indi başqa bir mən aspektdən xanımlara bir baxış bucağı açmaq istəyirəm. Toksikoz dediyimiz hamiləliyin birinci yarısında xanımların böyük əksəriyyətinin yaşadığı bir durum var. Yəni ürək bulanma, qusma kimi hallar. Doktor, bu durumda sizin tövsiyəniz necə ola bilər? Yəni ki, belə bir hal baş verdikdən sonra onlar dişlərinə, ağız boşluqlarına necə qulluq etsinlər ki, yəni bu prosesin qarşısını almış olsunlar? Çox düzgün vurğuladınız. Ağız florası dəyişdiyinə görə turşuluq fonunda ağızda dişlərdə eroziyalar baş verə bilər. Bu baxımdan da qusma hallarından sonra ilk olaraq ağzı müxtəlif qarqara edici vasitələrlə və yaxud da qaynamış ilıq su ilə qarqara edə bilərlər ki, o da dişlərin arasında olan, kontakt nahiyələrdə olan həmin maddələr yuyulsun, geçsin və sonradan dişlərini yuya bilərlər, fırçalaya bilərlər. Müxtəlif Mənə maraqlı olan bir sualı da verim. Bəzən biz bu turşuluğu neytrallaşdırmaq üçün natriobikarbonat adi məişətdə istifadə etdiyimiz soda ilə da bir suyun qarışdıraraq qarqara etmələrini, yəni ağız boşluğunu sanasiya desək daha doğru, onlar etmələrini tövsiyə edirik. Yəni bunun bir ziyanı yoxdur ki, dişlərə? Az öncə vurğuladığım kimi ən sadə və primitiv su qaynamış ilıq sudur. Amma daha yaxşı olar ki, neytrallaşdırmaq üçün soda ilə, məişət sodasından, yəni necə deyilər, çay sodasından istifadə edə bilərlər. Bəs dişlərini fırçalamaq hansı müddətdən sonra həyata keçirməlidirlər? Minimal olaraq yarım saat, 30 dəqiqə keçməlidir. Ondan sonra fırçalamaq icazə olar. Ümumiyyətlə, tək hamilələr üçün yox, bütün insanlar üçün səhər yuxudan ayılan kimi dişlərini fırçalamaq olmaz. İlk olaraq dişlər qarqara olunmalıdır. Sonra qida qəbul etdikdən sonra biz dişlərimizi fırçalaya bilərik. Bu həm də hamilələrə aiddir. Həm səhər yuxudan ayılanda, həm də toksikoz dönəmində bu istiqamətdə etsələr, dişlərinin sağlamlığı və uzun ömürlü ola bilər. Aha. Bir də ki, bunlarla yanaşı, üzr istəyirəm, nəsə demək istəyirəm. Yəni, daha çox da problem düşündüyüm qədər dişlərin düzgün fırçalanmaması, onların düzgün vasitələrlə təmizlənməməsi, yeməkdən sonra yemək qalıqlarının. Yəni ki, bunun nəticəsində də təbii ki, Bəli, elə hamilə qadınlar bizə müraciət edir ki, həqiqətən dişləri tam sağlam olur, diş ətləri normal olur. Çünki onlar düzgün qulluq eləyirlər. Dişlərini vaxtı-vaxtında səhər və axşam fırçalayırlar, diş əti saplarından istifadə edirlər və mütəmadi hamiləlik dönəmində olsa belə mütəmadi stomatoloqa müraciət edirlər. Və siz də, yəni bütün hamilə xadınlara aiddir. Siz də bu gedişat üzrə düzgün qulluq etsəniz dişlərinizə, sizin də ağız boşluğunuz uşaq doğulana qədər sizə heç bir problem yaratmayacaq. Hamiləlik dönəmi 3 hissəyə bölünür, 3 trimestrə bölünür. Birinci, ikinci və üçüncü. Beynəlxalq protokolda ikinci trimestr stomatoloji müdaxilələr üçün ən uyğun dövrdür. Bəs birinci və üçüncü trimestrdə nəyə görə əks göstərişdir? Çox doğru vurğuladınız, doktor. Birinci trimestrdə bizdə bətn daxili dövrdə dölün, yəni uşağımızın orqanogeniz bir dövrünü keçdiyi perioddur birinci trimestr. Yəni bu zaman orqanların formalaşdığı bir dövrdür və biz bu dövrdə əlavə müdaxilələr, əlavə dərmanlar istifadəsini məsləhət görmürük ki, orqanların formalaşmasında əlavə bir təsir edib bir problem yaratmayaq. Bu baxımdan birinci trimestrdə, orqanogeniz dövründə bu müdaxilələrdən, əlavə dərman istifadəsindən qaçınırıq. Üçüncü trimestrdə nəyə görə məsləhət görülmür? Üçüncü trimestrdə artıq uşaqlıq qarın boşluğunda olur və arxası üstə uzanaraq
yəni ki, ağız boşluğunda bu prosedurlar aparılmalıdır. Xanımlara isə biz uzun müddətli arxası üstə uzanmalarını tövsiyə etmirik. Hətta ikinci trimestrdən sonra onların yan tərəfdə gecələr ya gündüzlər yatarkən, uzanarkən belə dönmələrini tövsiyə edirik. Niyə? Çünki artıq kiçik çanaqdan böyüyərək qarın boşluğuna tərəf inkişaf etmiş uşaqlıq həmin dölün sayəsində aşağı boş venanı sıxır. Aşağı boş venanı sıxdığından qan sürətində ləngimənin olmasından hətta bayılma halları baş verə bilər. Bu baxımından biz ikinci trimestrdən sonra, üçüncü trimestrdə xüsusilə xanımların arxası üstə uzun müddətli uzanmalarını tövsiyə etmirik. Doktor, bəs siz öz təcrübənizdə ümumiyyətcə, yəni ki, stomatologiyada hamilə xanımlar çəkinmədən gələ biləcəkləri, etdirə biləcəkləri hansı prosedurlar, hansı müalicələr var ki, yəni onları icra edirsiniz? Çünki bunları da hamilələrin yəni sizdən eşitmələri daha doğru olar ki, onlar qorxmadan, rahatçılıqla getsinlər. Çünki bir stomatoloqa dişi ağrıyanda da ginekoloqa zəng vururlar ki, doktor dişim ağrıyır, ağrı kəsici nə ata bilərəm? Yəni bu baxımından düşünürəm onları biz kifayət qədər maarifləndirməliyik ki, çəkinmədən rahat şəkildə yəni ki, bu xəstəliklərində, bu klinik əlamətlər olduğunda müraciət edib müalicə ala bilsinlər. Ümumiyyətlə, hamiləlik dönəmində stomatoloji prosedurlara göstərişlər və əks göstərişlər var. Göstərişlər ağız boşluğunun professional gigiyenası, yəni diş daşlarının təmizlənib ərklərin təmizlənməsidir ki, bu çox vacibdir. Bu adi insanlarda olduğu kimi hamilə qadınlarda da 6 aydan bir icra olunmalıdır. Bunu etməyə əsas səbəb diş daşlarının əmələ gəlməməsidir. Dişlərin üzərində qara ərklər olmamağı üçündür ki, bu zaman ağız boşluğunda bakteriyaların sayı artır, diş ətləri qanayır, ağızdan pis qoxu gəlir. Bu baxımdan da hamiləliyin hansı dönəmindən asılı olmayaraq, əgər onun orqanizmi icazə verirsə, somatik ümumi vəziyyəti yaxşıdırsa, biz onu qəbul edirik və professional gigiyena icra edirik. Amma əks göstərişlər, əgər həyatı vacib deyilsə, dişlərin çəkilməsidir, dişlərdə implantasiya, çənədə implantasiya etməkdir və dişlərin ağardılması, xüsusi cihazlar vasitəsilə dişlərin ağardılması əks göstərişdir. Çünki bu dönəmdə D vitamini, kalsium çatışmazlığı olduğuna görə beynəlxalq protokolda bu prosedurlar əks göstərişdir. Bildiyimiz kimi hamiləlik dönəmində müxtəlif vitaminlərin çatışmazlığından ağız boşluğunda və dişlərdə tez-tez problemlər yaranır, karieslər və digər xəstəliklər yarana bilər. Bunlar hansı vitaminlərdir və biz bunun qarşısını necə alaq? Biz ümumiyyətcə doktor hamilələrimizə sadə dildə belə bir həmişə söz istifadə edirik ki, sizin orqanizminizdə nə varsa, vitamin, mikroelement, ümumiyyətcə balansınızda nə varsa, sanki bu 9 ay ərzində bunun yarısını siz dölə verirsiniz. Bunu niyə belə deyirik? Çünki bildiyimiz kimi döl ana qan vasitəsilə lazım olan bu maddələri mənimsəyir və ona görə biz onu deyirik ki, hamilə xanımlarımıza onlar qidalarında lazım olan vitaminlərlə zəngin olan, daha doğrusu belə deyək ki, qidaları öz rasionlarında artırmalıdırlar. Və təbii ki, hamiləliyin müəyyən trimestrindən də başlayaraq biz bunlara lazım olan mikroelementli vitamin qruplarıdır tablet şəklində veririk. Çünki tək qida ilə olmaz. Ağız boşluğunda isə yəni dişlərdə problem yaradacaq hansı vitaminlərin əskikliyi ola bilər? Kalsinin mikroelement olaraq kalsidir, vitamin D-dir, yəni vitamin C-dir, B qrup vitaminlərdir. Bunların əskikliyi problem yarada bilər. Bu baxımından kalsi, vitamin D, vitamin C, B qrup vitaminlərlə zəngin olan qidaları da öz rasionlarında artırmalarını tövsiyə edirik. Təşəkkür edirəm. Bəs hamilə qadınlar bunu mütəmadi özləri qəbul edə bilərmi, yoxsa onu həkim təyin etməlidir, ginekoloq təyin etməlidir? Yəni bugünkü gündə çox sevindirici haldır ki, artıq Azərbaycanda da demək olar ki, böyük bir əksəriyyət artıq qadın məsləhətxanalarında qeydiyyatda olurlar. Yəni bəzən özəl xəstəxanalarda belə həkim müayinəsinə getsələr belə, yenə qadın məsləhətxanasının qeydiyyatda olaraq əlavə konsultasiya kimi alırlar və nəyə görə vurğulamaq istədim ki, bu sevindirici haldır. Xanımların əksəriyyəti, böyük bir hissəsi artıq həkim nəzarəti ilə hamiləliklərini davam etdirirlər, başa çatdırırlar. Bu baxımından onların özlərinin sərbəst nəsə alıb içməklərinə gərək olmur, gərək qalmır. Çünki həkim öz tövsiyəsini
vaxtı-vaxtında onlara verir. Hamiləlik dönəmində müxtəlif iltihabi proseslər baş verə bilər dişlərdə, ağız boşluğunda və biz əməliyyat etdikdən sonra və yaxud da müdaxilə etdikdən sonra mütləq antibiotik təyin etmək istəyirik və bu dönəmdə yenə suallar yaranır, ginekoloqla əlaqə saxlamağa çalışırıq. Ümumiyyətlə, hamiləlik dönəmində antibiotik qəbul etmək olarmı? Yoxsa əks göstərişdir? Bayaq da qeyd etdim. Biz əsasən birinci trimestrdə çəkinirik əlavə dərman qəbuluna. İkinci, üçüncü trimestrdə belə bir problemlərimiz olmur dərman qəbulundan bağlı. Təbii ki, bu da seçilmiş bir qrup dərmanlar olmalıdır. Belə bir şey deyim, doktor. Bir iltihabi proses var. Doğrumu? Biz bunun vaxtında qarşısını almasaq, bu daha ciddi bir fəsad verəcək. Yəni, belə durumda antibiotik içməkdən qorxmaq lazım deyil. Mütləq olaraq stomatoloq və ginekoloqla birlikdə bir konsilium edərək, hamiləliyə uyğun, hansı ki, hamiləlik dövründə qəbul olunması tövsiyə edilən bir antibiotik qrupları var ki, bu dozaları, bu dərmanları birlikdə seçərək, təbii ki, nəinki onlar mütləq olaraq təyin etmək lazımdır. Elə əslində bu proqramımızın etməyin əsas səbəbi odur ki, hər bir xəstəliyə, hər bir xəstəyə fərdi yanaşmaq və komanda şəklində işləmək lazımdır. Ona görə mütləq stomatoloqlara və ginekoloqlara tövsiyəmiz odur ki, belə bir xəstə sizə müraciət edəndə birlikdə əməkdaşlıq edin. Həkimlər komanda şəklində çalışsalar, ananın və dölün sağlam olmasına və hamiləliyin sonuna qədər normal gedişatda olmasına təmin edəcəklər. Nazıq xanım, ümumiyyətlə ginekoloqlar, siz ginekoloqlar qurumundasınız, cəmiyyəsindəsiniz, kurslara, konferanslarda olursunuz. Ümumiyyətlə ginekoloqlar stomatoloji xəstəliklər haqqında, stomatoloji sağlamlıq haqqında nə qədər məlumatlıdırlar? Hamilələrlə bağlı yəqin ki, vurğulamaq istəyirsiniz. Yəni, təəssüflər olsun ki, doktor, yəni səmimi olacam, bəzən biz daha çox ananın, dölün ümumi sağlamlığına odaqlanırıq. Yəni, bunu kiçik hesab edirik. Biraz bayaq da qeyd etdiyim kimi kölgədə qalır. Bu baxımdan düşünürəm ki, əslində biz stomatoloqlarla birlikdə ciddi maarifləndirici bir tədbirlər görməmiz lazımdır ki, yəni həm bu özümüzdə yenidən bu bilgilərimizi yeniləmiş, öz yadımıza salmış olarıq, həm hamilələrə biz kömək etmiş ola bilərik. Təşəkkür edirəm. Hamilə qadınları, mən təkcə hamilə qadınların özünü yox, həm də onların ailə üzvlərini deyirəm. Çünki bəzi qadınlar, bəzi xanımlar ailədən asılıdır, ailənin təsiri olur. Ona görə ümumiyyətlə hamiləliyi planlaşdıran, hamilə olan ailələr üçün stomatoloji maarifləndirməni necə apara bilərik? Bu artıq bugünkü günümüzün, necə deyim, danılmaz bir faktıdır ki, artıq öndə olan informasiyanı ən tez çatdıracağımız yol sosial şəbəkələrdir. Bizim həkim olaraq üzərimizə düşən iş vaxtımızı ayırmaq, bu mövzu haqqında danışmaq və düşünürəm elə sosial şəbəkələr üzərindən də biz fikirlərimizi çatdıra bilərik, hamilələrimizi maarifləndirə bilərik. Təşəkkür edirəm Nazıq xanım, vaxt ayırdınız. Düşünürəm ki, bizim ilk buraxılışımız həm də Azərbaycanda bir ilk olacaq. Bu da maariflənmə yolunda ilk addımlardır. Bizi izləyin, əsas odur sağlam olun. Mən həmişə deyirəm, sağlamlıq dişlərdən başlar, amma ginekoloqlar olmasa, övladlar da sağlam doğulmaz, böyüməz və s. Ona görə təşəkkür edirəm Nazıq xanım. Mən təşəkkür edirəm, uğurlar arzulayıram. Təşəkkür edirəm. Qadın verilişin əvvəlində bildirdiyim kimi qadın orqanizminin müxtəlif dönəmləri var. Növbəti verilişlərdə də o haqda danışarıq. Görüşmək. Sağ olun.